Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Qala ve kudretuhu teteallak bi cemi'il maqdurat. Li'annel illetel muhvicete ileyhi hiyel imkanu ve nisbetu zatihi ilel cemi'i bis seviyyeti feyekunu kudretuhu ammeten. Allame Hilli buyurur ki, vaxtı ki Allah Taala'nın qüdrəti sabit oldu, bunu da bilmək lazımdır ki, Allahın qüdrəti tətəallaqu bi cəmi'il məqdurat. Bütün məqdurata, o şeylər ki, qüdrət ona təəlluq tapa bilər, onların hamısına Allah Taala'nın qüdrəti təəlluq tapa bilər. Yəni bu bəhsdə demək istəyir ki, Allah Taala'nın qüdrətinin ümumiyyəti vardır. Dəlili nədir? Qısa bir cümlədə dəlilinə də işarə edib keçir. Ondan sonra Fazıl-i Miqdad bunu şərh edir. Buyurur ki, o illəti ki, səbəb olur əl-muhvicəti ilə bütün şeylər ehtiyaclı olsun Allah Taala'ya, hiyəl imkan. Yəni illəti təəlluqu qüdrət həmin onların mümkün olmasıdır. Və Allah Taala'nın müqəddəs zatının nisbəti bütün varlıqlara nisbətdə ələs səviyyədir. Bəs nəticə etibarıyla Allah Taala'nın qüdrəti ammıdır, şamil olur bütün məqdurata. Bu qısa Allame Hillinin kəlamında buyurur ki, və qudrətuhu tətəallaqu bi cəmi'il məqdurat. Allah Taala'nın qüdrəti şamil olur bütün məqdurata. Yəni o şey ki, yəni bütün o şeylər ki, qüdrətin ona təəlluq tapmağı mümkündür. O şeylər ki, mümtənidir, zatən, mahal zatidir. Onlara ümumiyyətlə, onlar əslən qabili təəlluq qüdrət deyil. Nə üçün? Bu bir iddiadır. Allah Taala'nın qüdrəti şamil olur bütün məqdurata. Bu iddianı sabit etmək üçün dəlil gətirir. Deyir ki, bir tərəfdən o varlıqlar ki, böyüdən kiçiyə, qədimdən hadisə, bütün varlıqlar ki, mümkündür. Onların illətə ehtiyacının olmağının səbəbi onların imkan olmasıdır, mümkün olmasıdır. Başqa bir tərəfdən də Allah Taala'nın zatının nisbəti bütün varlıqlara nisbətdə bərabərdir. Bəs Allah Taala'nın qüdrəti bütün varlıqlara şamil olur. Bütün varlıqları ki, mümkündür zatən. İnşallah izahında əlavə məlumatlar veriləcək ki, biz ki deyirik Allah Taala'nın qüdrəti bütün şeylərə şamil olur, o həqiqətdə şey olsun. O ki mahalı zatidir, o şey deyil, onun şeyiyyəti yoxdur. Və qudrətuhu tətəallaqu bi cəmi'il məqdurat. Allah Taala'nın qüdrəti şamil olur bütün məqdurata. Niyə? Li'annəl illətəl muhvicətə ileyhi. Buna xatir ki, o illəti ki, onu ehtiyaclı edir Allaha. Hiyəl imkan. O illəti ki, muhvicətu ileyhi hiyəl imkan, imkandır. Yəni bütün varlıqlar ki, səbəb olur Allah Taala'nın qüdrəti şamil olsun onlara, onların mümkün olmasıdır. Başqa bir tərəfdən də və nisbətu zatihi iləl cəmi'i bis səviyyə. Allah Taala'nın da zatının nisbəti bütün varlıqlara nisbətdə ələs səviyyədir. Nə üçün? Allah Taala mücərrəddir. Mücərrəd varlığın nisbəti böyüyə, kiçiyə, ondan sonra qədimə, hadisə. Allah Taala barəsində ağır, yüngül ələs səviyyədir. Mücərrəd bir varlıqdır. Deyə bilmərik ki, bu böyükdür, o kiçikdir, o ağırdır, o yüngüldür. Mücərrəd varlığın bütün varlıqlara nisbəti ələs səviyyədir. Başqa bir tərəfdən də bütün varlıqlar da Allahın müqabilində hamısı mümkündür. Bəs illəti bu iki məsələn bütün mümkünlərə Allahın qüdrəti şamil olur. Həqiqəti onların qüdrətin, Allahın qüdrətinə şamil olmağı nəzərdə tutur, onların mümkün olmasıdır. Bütün varlıqlarda hamısı mümkündür. Fəyəkunu qüdrətu ammətən. Bu Allame Hillinin qısa kəlamı. Davamında əqulu Fazıl-i Miqdad buyurur ki, ləmma səbətə konuhu qadirən fil cümlə. Fazıl-i Miqdad buyurur ki, və mən deyirəm, vaxtı ki, sabit oldu Allah Taala'nın qadir olmağı fil cümlə. Yəni biz keçən bəhslərdə isbat elədik ki, Allah Taala qadir muxtardır. İcmalən Allahın qadir olmağı sabit olundu. Lakin ikinci sual bundan ibarətdir. Allah Taala'nın qadir olmaq sifəti məhduddur yoxsa qeyri-məhduddur? Bütün mümkünat aləminə şamil olur yoxsa şamil olmur?
Ona bu baxımdan ki, Allah Taala'nın qadir olmağını icmalən sabit etdikdən sonra şər'a fi bəyan ümumi qudrətihi. Allame Hilli başladı Allahın qüdrətinin ümumiyyətini bəyan etməkdə. Və qad nazə fihil hukama. Əvvəl biraz izah edim, sonra inşallah tətbiq edərik. Bura qədər Allah Taala'nın qadir olmağı isbat olundu. Allah Taala qadirdir, özü də qadiri, muxtardır. Hər bir varlığı ki yaradır, Allah Taala öz ixtiyarı ilə, öz iradəsi ilə bu aləmi yaradır. Qadir muxtardır, qadir mucəb deyil. İkinci sual bundan ibarətdir. Bəli, fərz elədik ki və qəbul etdik ki, Allah Taala qadirdir, özü də qadiri muxtardır. Aya Allahın qüdrəti bütün şeylərə təəlluq tapır ya bəzi şeylərə? Yəni aləmdə elə şeylər vardır ki, Allah Taala'nın o şeylərə qüdrəti təəlluq tapmasın, şamil olmasın. Allame Hilli istəyir bunu bəyan eləsin ki, Allah Taala'nın qüdrəti bütün varlıqların hamısına şamil olur. Elə bir şey aləmdə tapa bilməzsən ki, Allah Taala'nın ona qüdrəti şamil olmasın. Qüdrəti məhdud deyil. Yəni Allah Taala'nın öz müqəddəs varlığı qeyri-məhdud olduğu kimi, Allahın qüdrəti də qeyri-məhduddur. Bu nəzəri və bu fikri nə üçün deyir? Çünki bu nəzərin müqabilində bir sıra alimlərin nəzəri vardır ki, o nəzərlərə əgər biz diqqət eləsək, sanki Allah Taala'nın qüdrətinin məhdud olmağı nəzərə çarpır. Birinci məsələ həmin filosofların fəlsəfədə buyurduğu bir qaydasıdır ki, əgər biz o qaydanı qəbul etsək, bir növ Allah Taala'nın qüdrətinin məhdud olmağı nəzərə çarpır. Əlbəttə, mən bunu deyirəm, bu fəlsəfədə izah olunur, filosofların da bu mətləbə cavabları vardır. Amma biz bu mətni oxuduğumuz üçün, yəni şərhi babı şərh oxuyuruq da, nə üçün Allami Hilli, Fazili, Miqdad burada Allah Taala'nın qüdrətinin ümumiyyətini isbat etmək istəyəndə birinci müqabil tərəf ki, bunların müqabilində dayanır, filosofların o qaydasıdır. Filosofların belə bir fəlsəfədə isbat olunmuş bir qaydası vardır ki, əl-vahidu la yəsturu anhu illəl-vahid. Vahid olan bir varlıqdan yalnız və yalnız bir varlıq sadir ola bilər. Kəsir mənası yoxdur. Bu bir dənə qaydadır, sabit olunmuş qaydadır. Bu qaydanın zahirinə biz diqqət edəndə, çünki filosoflar deyirlər ki, Allah Taala bütün cəhətdən vahiddir. Vahidun min cəmi'il cihad. Vaxtı ki, Allah Taala vahiddir min cəmi'il cihad, buna əsasən vahid olan varlıqdan, vahid bilmənəl həqiqi, bütün cəhətlərdən ki, bir varlıq əgər vahiddirsə, ondan mümkün deyil sadir olsun məgər vahid. O da nədir? Əqli əvvəldir. Filosoflar bu qaydaya əsasən buyurur ki, o şey ki, Allahdan birbaşa sadir olur, həmin əqli əvvəldir. Birbaşa Allah Taala'dan sadir, çünki Allah Taala vahiddir, həqiqi mənada vahiddir, min cəmiil cihadı vahiddir. Bu qaydaya əsasən də vahiddən ancaq vahid sadir ola bilər. Bəs Allah Taala'nın qüdrəti yalnız və yalnız əqli əvvəl ki, sadiri əvvəl deyirlər, ona şamil olur. Bəs Allah Taala'dan kəsir sadir ola bilməz. Bu nəzəriyyə zahirinə baxanda, əgər o filosofların düzgün izahın nəzərə alınması, bu qaydaya əsasən mütəkəllim alimləri buyururlar ki, Allah Taala sizin bu qaydanıza əsasən kəsirə qüdrəti yoxdur. Sadiri, məsələn, sani, salis, rabi, xamis, yəni əqli əvvəli Allah Taala yaradır. Ondan sonraki varlıqlar əqli əvvəldən sadir olur. Yenə də deyirəm, bu qaydanın zahirinə diqqət eləyəndə filosofların sanki nəzəri budur ki, Allah Taala'nın qüdrəti məhduddur. Bu baxımdan məhduddur ki, Allah Taala birbaşa vahid olduğuna görə min cəmiil cihad yalnız və yalnız sadir əvvəli yaradır. Onun qüdrəti yalnız və yalnız sadir əvvələ şamil olur. Kəsir ondan sadir ola bilməz. Çünki o vahid ki, bəsitdir, kəsrət ondan sadir ola bilməz. Bu nəzərin zahirin götürəndə, yenə deyirəm, zahirin götürəndə filosofların buna cavabı vardır. Buyururlar ki, Allah Taala bəli, biduni vasitə
yalnız və yalnız əqli əvvəl ondan sadir ola bilər bu qaydaya əsasən. Amma bavasitə aləmdə hər nə baş verirsə, Allah Taala'nın qüdrəti ilə şamil olur. Lakin Allah Taala bəzi şeyləri bedun vasitə yaradır, əqli əvvəl kimi. Ondan başqa bütün varlıqların hamısına qüdrəti şamil olur. Yəni demək istəyirəm ki, kəlam alimləri bu qaydaya işğal ediblər və deyirlər ki, bu qaydanı biz qəbul etsək, Allah Taala'nın qüdrəti məhdudlaşır. Yalnız və yalnız gərək qəbul edək ki, Allah Taala'dan sadiri əvvəl, əqli əvvəl sadir ola bilər. Bəs Allah Taala'nın qüdrəti başqa şeylərə şamil ola bilməz. Bu mütəkəllim alimlərin filosoflara tutduğu iraddır. Amma filosofların da buna cavabı vardır. Amma cavabı nədir? Mən qısa işarə elədim. Bu miqdarına kifayətlənir. Mütəkəllim alimləri deyirlər ki, siz bu qaydaya əsasən Allah Taala'nın qüdrətini məhdudlaşdırırsınız. Allah Taala'dan kəsrət sadir ola bilməz. Bu bir halda ki, biz isbat edirik ki, Allah Taala'nın qüdrəti qeyri-məhduddur. Çünki Allah Taala mücərrəddir. Mücərrəd bir varlığın nisbəti bütün varlıqlara nisbətdə ələs-səviyyədir. Allahdan başqa bütün varlıqlarda hamısı mümkündür. O illət ki, səbəb olur ki, Allah Taala'nın qüdrəti mümkünat aləminə şamil olsun, imkandır, mümkün olmalıdır. Bütün varlıqlar hamısı mümkündür. Bəs ehtiyacı vardır, Allah Taala'nın qüdrəti onlara da şamil olsun. Bu birinci xilaf nəzər ki, zahirən filosofların bu nəzərin, bu qaydasına əsasən Allah Taala'nın qüdrətinin ümumiyyətinə xələl gələ bilər, mütəkəllimlər ona cavab verirlər. Amma ikinci nəzəriyyə. İkinci nəzəriyyə sənəviyyə ya məcusilərin nəzəriyyəsidir ki, bunların etiqadına əsasən bu aləmdə olan şərlər ki vardır, bizim yaşadığımız aləmdə. Məsələn, müharibələr olur, müsibətlər olur, xəstəliklər olur və bu kimi hər nə şər adlandırırsa, bunların etiqadına əsasən bunlardan heç bir Allah Taala'nın qüdrətinə təəlluq tapa bilməz. Bunlar şər olduqlarına görə gərək bunun xaliqi də başqa bir varlıq olsun. Allah Taala ola bilməz. Niyə? Çünki Allah Taala xeyri-məhsdir. Xeyri-məhsdən şər sadir ola bilməz. Bunlar elə bu baxımdan sənəviyyə deyirlər. İki Allahçılıq, iki Allahla qəbul edilir. Əhrimən və Yazdan deyirlər ki, Əhrimən şərri yaradır, Yazdan da xeyri yaradır. Bu baxımdan bunlar iki dənə məbdəni qəbul edirlər. İki dənə xaliqi, xaliqi xeyr, xaliqi şər. Diqqət etsəniz bu nəzər, bunların da nəzəri bir növ Allah Taala'nın qüdrətini məhdudlaşdırır. Bunların etiqadına əsasən Allah Taala yalnız və yalnız xeyir işlərə qadirdir. Şər işlərə qüdrəti yoxdur. Bir halda ki, əl-cavab, vəl-cavab. Biz cavab veririk. Bəli, Allah Taala şər yaratmır. Lakin Allah Taala'nın qüdrəti şərrə də şamil olur, yoxsa şamil olmur. İnşallah biz onu isbat edəcəyik. Bu da ikinci bir nəzəriyyədir. Üçüncü nəzəriyyə Nəzzamın nəzəriyyəsidir. Nəzzam da Mötəzilə alimlərindən biridir ki, həqiqətən böyük şəxsiyyətdir Mötəzilələr arasında. Hətta bəzən buyururlar ki, Mötəzilə məzhəbində üçüncü şəxsiyyət kimi tanınır. Əsl adı İbrahim ibn Səyyar Nəzzamdır. Bunun nəzərinə əsasən bu deyir ki, Allah Taala qadirdir. Lakin qüdrəti qəbih işlərə təəlluq tapmır. O işlər ki, qəbihdir, məsələn, günahlar kimi, qəbih işlər, bəyənilməyən işlər. Bunlar ki, qəbih işlərdə Allah Taala'nın qüdrəti qəbih işlər təəlluq tapa bilməz. Nə üçün? Çünki onun fikri budur ki, onun nəzəri budur ki, qəbih işin sadir olmağın səbəbi ya cəhl ola bilər, cahillik, ya acizlik, ya bəxillik. Allah Taala'da da bunlardan heç biri yoxdur. Bu baxımdan Allah Taala'dan heç vaxt qəbih işlər, qəbihin cəm formasıdır, sadir olmaz. Yəni bir insan ki, qəbih iş görür, nə üçün görür? Ya onun qəbih olmağını bilmir, ya acizdir, onu tərk eləyə bilmir, ya bəxildir. Allah Taala'da da nə cahillik var, nə acizlik var, nə bəxillik var. Bəs Allah Taala qəbih işlər görə bilməz. Bu da Nəzzamın fikridir. Bu Nəzzamın da fikrini qəbul etsək, Allah Taala'nın qüdrəti məhdud olur. Başqa bir nəzəriyyə Əbulqasimi Bəlxinin nəzəriyyəsidir. Bu da Mötəzilə alimlərindəndir. Onun da etiqadına əsasən Allah Taala'nın qüdrəti bizim feillər ki, biz insanlar ki əmələ gətirdik, bu feillərin mislində olan feillərə qüdrəti təəlluq tapa bilmir.
Bu güman eləyir, bunun fikri budur ki, bunun necə deyirlər, istidlalı bundan ibarətdir ki, insandan baş verən feil, hər hansı bir əməl, iş, üç haldan xaric deyil, dörd haldan xaric deyil. İnsanların etdiyi işlər ya əbəs işlərdir, oyun oyuncaqdır, ya səfəhdir, ya cəhalətlə əncam verirlər, ya təvazökarlıqdır, ya taətdir, ya da itaətdir. Bir halda ki, Allah Taala'nın fiili bunlardan heç biri ola bilməz. Nə əbəs ola bilməz, nə səfəh ola bilməz, nə təvazökarlıq ola bilməz, nə taət ola bilməz. Bəs bu baxımdan ki, Allah Taala bu feillərə eləməz, bəs Allah Taala bizim etdiyimiz, biz insanların etdiyimiz kimi feillərə, qüdrətə təəlluq tapmır. Bu da bir cəhətdən əgər bunu qəbul eləsək, bir növ Allah Taala'nın qüdrətinin məhdud olmağına gətirib çıxardır. Başqa bir nəzəriyyə Cübaiyyan deyirlər. Cübaiyyan ata oğuldur. İki dənə Cübai. Bunlar da Mötəzilə alimlərindəndir. Əbu Əli Cübai və Əbu Haşim Cübai. Bunlar demək olar ki, nəzəri Əbülqasım Bəlxi kimi nəzəri vardı. Onlar deyirlər ki, o işi ki biz insanlar edirik, həmin etdiyimiz işin özünə Allah Taala'nın qüdrəti təəlluq tapa bilməz. Yəni hal-hazırda ki mən bu kitabı götürürəm, qoyuram bir kənara, mənim etdiyim bu işin özün Allah Taala eləyə bilməz. Əbulqasım Bəlxi deyir ki, misli əfali insan, yəni insanın feillərinin mislində olan feilləri Allah Taala edə bilməz. Allah Taala ona qüdrəti yoxdur. Niyə? Çünki əbəsdir, taətdir, səfəhdir, təvazökarlıqdır. Amma bu Cübaiyyan ata oğulun nəzəri budur ki, o eyni əfali ki insanlar əmələ gətirir, eyni onu Allah Taala eləyə bilməz. Niyə? Deyir ki, vaxtı ki insan istədi bir feili eləsin. Mən hal-hazırda istədim bu kitabı götürüm, qoyam başqa bir tərəfə. Əgər Allah Taala bunun əksin iradə elədi. Mən istədim bu kitab orada olsun, Allah Taala istədi ki, orada olmasın. Burada üç ehtimal vardı. Həm mən iradə etdiyim olsun, həm Allahın iradə etdiyi olsun. Həm insanın iradəsi həyata keçsin, həm Allahın iradəsi həyata keçsin. Bu ki mümkün deyil. Çünki mən istəyirəm burada olsun, Allah Taala istəmir. İkisi də ola bilməz. Və yaxud da ki, heç biri olmasın. Bu da ictimai nəqizində həm olsun, həm olmasın. Əgər desən ki, yox, Allahın iradəsi həyata keçəcək, insanın iradəsi həyata keçməyəcək. Burada da insanın pəs qüdrəti səlb olur. Bir növ cəbr nəzəriyyəni gətirib çıxardır. Əgər desən ki, Allah Taala'nın qüdrəti həyata keçmir, insanın qüdrəti həyata keçir, bəs burada da Allah Taala'nın acizliyi nəzərə gəlir. Bu baxımdan deyirlər ki, pəs Allah Taala'nın qüdrəti eyni əfali insana təəlluq tapa bilmir. Bu nəzəriyyələrdən təqribən 2, 4, 5 dənə nəzəriyyə işarə olundu. Bu 5 dənə nəzəriyyələrdən hər birini qəbul etsək, Allah Taala'nın qüdrətinin məhdudiyyəti nəzərə çarpır. Amma dəlil ki, haqq kəlamda budur ki, Allah Taala'nın qüdrəti ümumidir. Hər o şey ki məqdurdur ki, qüdrət ona təəlluq tapa bilir. Allah Taala bütün varlıqlara, hətta diqqət edin, hətta qəbih işlərə də qüdrəti var. Hətta şər işlərə də qüdrəti var. Hətta əf'al-i əbdə də qüdrəti vardır. Lakin bunlar hamısı gərək tocuq olunsun. Bunlar bu işğalları cavablandıra bilmədikləri üçün gəlib nə eləyirlər? Allah Taala'nın qüdrətini məhdudlaşdırırlar. Biz burada bu məqamda deyilik ki, məsələn, hükəmaya deyək ki, sizin nəzəriyyəniz bu dəlillə əsasən batildir və yaxud da Allah Taala'nın nəzzamın müqabilində deyir ki, Allah Taala'nın qəbih işlərə qüdrəti vardır. Biz onların nəzəriyyəsinin batil olmağın burada istəmirik isbat eləyək. Yalnız və yalnız biz dəlil gətiririk ki, Allah Taala'nın qüdrətinin ümumiyyəti vardır. Hətta qəbih işlərə də, hətta insanların feillərinin mislinə də Allah Taala'nın qüdrəti vardır. Amma necə, hansı keyfiyyətdə o öz yerində gərək bəhs olunsun. Dəlilimiz də bir cümlədən ibarətdir. Allah Taala mücərrəd bir varlıqdır. Allah Taala ki, qadir muxtardır, mücərrəd bir varlıqdır. Mücərrəd bir varlığın da nisbəti bütün aləmdə olan varlıqların hamısına nisbətə ələs-səviyyədir. Bu Allah tərəfindən, mümkünat tərəfindən də bütün varlıqların illətə olan ehtiyacı onların mümkün olmasıdır. Bütün varlıqlar öz vücudlarında ehtiyacları vardır nəyə? İllətə. Nə üçün? Çünki mümkündür. Artıq qəbih mümkün deyil. Pəs mümkündür. Allah Taala'nın qüdrəti ona təəlluq tapa bilər.
Bəli, Allah Taala qəbih iş görməz. Qüdrətin təəlluq tapmağı bir şeydir, amma vaqi olar, vaqi olmaz başqa bir şeydir. Bu da dəlili və nəhayətdə bir məsələ diqqətə gətirir ki, diqqətimizi ona yönəldir. O da bundan ibarətdir. Əşairənin nəzərində hər o şey ki, Allah Taala'nın ona qüdrəti təəlluq tapır, o həyatda da baş verir. Həyatda da baş verir. Amma biz deyirik ki, Allah Taala'nın bütün varlıqlara, bütün mümkünat aləminə qüdrəti təəlluq tapır, amma mümkünü baş verməsin. Yəni imkanla vuku arasında fərq var. Əşairə gəlib deyirlər ki, əgər biz qəbul edirik ki, Allah Taala'nın qüdrətinin ümumiyyəti var, bütün varlıqlara ələs-səviyyə şamil olur. Amma bu tərəfdən deyirlər, hər şeyə ki, Allah Taala'nın qüdrəti şamil olur, o həyata da keçir, vaqe olub baş verir. Biz deyirik ki, xeyr, imkan bir şeydir, vaqe olmaq başqa bir şeydir. Burada mən bir hədisi də oxuyum, sonra tətbiqi də edək. O da bundan ibarətdir. Bir nəfər gəlir Əmirəl-Mömin Əli əleyhissalamdan soruşur. Buyurur ki, qilə li Əmirəl-Mömin həl yəqduru rabbuka an yudxiləd-dunya fi bayzatin min ghayri an yusaghirəd-dunya əv yukabbirəl-bayzata. Buyurur ki, Əli əleyhissalama deyildi ki, ya Əmirəl-Mömin, aya sənin Rəbbin eləyə bilər dünyanı yumurtaya daxil eləsin. Bir halda ki, nə dünyanı kiçilsin, nə də ki, yumurtanı böyütsün. Bunu edə bilər, edə bilməz. Əli əleyhissalamın cavabına baxın. Qalə Əmirəl-Mömin əleyhissalam buyurur ki, İnnəllaha təbarəkə və təala la yunsabu iləl əcz. Allah Taala heç və acizliyə nisbət verilməz. Yəni ki, Allah Taala eləyə bilmir. Amma buna diqqət edin. Vəlləzi səəltəni la yekun. Amma sənin məndən soruşduğun olan bir şey deyil. Əslən sənin bu dediyin məsələ dünya böyümədən, dünya kiçilmədən, yumurta böyümədən dünya yumurtanın içinə daxil olsun, bu olası bir şey deyil. Yəni əslən bu şey deyil ki, Allah Taala'nın buna qüdrəti təəlluq tapsın. Biz deyirik ki, Allah Taala'nın qüdrəti bütün şeylərə təəlluq tapa bilər. İnnallaha əla kulli şeyin qadir. Bütün şeylərə qadirdir. Amma o mahalat etsən şey deyil ki, ona Allah Taala'nın da və yaxud da bu həqiqətə nə üçün mahaldır? Yəni bir şey eyni zamanda ki, böyük olsun, həmin zamanda kiçik olsun. Bir tərəfdən desən yumurta kiçikliyində qalsın, dünya da böyüklüyündə qalsın. Dünya böyüklüyündə qaldığı halda kiçik bir şeyə daxil olsun. Mənası budur ki, dünya eyni zamanda ki, böyükdür, həmin zamanda nə olsun? Kiçik olsun. Bu da olası bir şey deyil. Mətni oxuyaq. Əqulu ləmma səbətə konuhu qadirən fil cümlə. Fazili Miqdar buyurur ki, vaxtı ki sabit oldu Allah Taala'nın icmalən qadir olması, şərə müsənnif, yəni Əllami Hilli başladı fi bəyani ümumi qüdrətihi. Allah Taala'nın qüdrətinin ümumiyyətini bəyan etməkdə. Və qad nazəə fihi hükəma. Hükəma burada ixtilaf edirlər. Nə deyiblər hükəma? Hükəma yəni fəlsəfə. Heythli qalu. Hükəma deyiblər ki, innehu vahidun. Allah Taala vahiddir. La yəsturu anhu illəl vahid. Vahiddən də yalnız vahid sadir ola bilər. Bəs hükəmanın sözünün mənası budur ki, Allah Taala'nın qüdrəti yalnız və yalnız vahidə təəlluq tapır, kəsrə təəlluq tapa bilmir. Bəs bir növ Allah Taala'nın qüdrəti məhdud oldu. Və sənəviyyətu. Bu məsələdə sənəviyyə də ixtilaf edib. Biz iddia edirik ki, Allah Taala'nın qüdrətinin ümumiyyətin. Amma sənəviyyə nə deyir? Və sənəviyyətu hihi zəamu. Sənəviyyə qail olublar ki, ənəhu la yəqdur ələş-şər. Allah Taala'nın şərrə qüdrəti çata bilməz. Bu da sənəviyyənin sözü. Və Nəzzam. Nəzzam da işarə etdim ki, İbrahim ibn Səyyar, məşhur bir Nəzzam, heysu etəqədə. Onun da nəzəri budur ki, ənəhu la yəqduru ələl qəbihi. Allah Taala qəbih işlərə qüdrəti yoxdur. Bu da onun nəzəri. Və bu da bir növ Allah Taala'nın qüdrətini məhdudlaşdırdı. Sənəviyyə deyir ki, şər şeylərə Allah Taala'nın qüdrəti təəlluq tapa bilməz. Nəzzam deyir ki, qəbih işlərə Allah Taala'nın qüdrəti çata bilməz. Vəl Bəlxi. Bəlxi nə deyib? Heysu mənə qüdrətəhu əla misli məqdurina. Bəlxi mən eləyib ki, Allah Taala'nın qüdrəti təəlluq tapsın, biz insanların məqdurunun mislinə. Yəni biz insanlar ki, bəzi işləri görürük, əbəs yerə ya itaət edirik, ya məsələn təvazökarlıq edirik. Bu kimi işlər ki, bu kimi işlərin mislin Allah Taala'nın qüdrəti o işlərə şamil ola bilməz. Bu da Bəlxinin nəzəri. Vəl Cübaiyyan. Cübaiyyan dedim ki, Əbdullah ibn Əhməd ibn Məhmud Əbul-Qasimi Bəlxi Mü'təzilədir. Üzr istəyirəm. Cübaiyyan ibarətdir Əbu Əli Cübai və Əbu Haşim Cübai. Bəlxi də Əbdullah ibn Əhməd,
Məşhur Əbülqasim Bəlxi, o da Mötəzilədəndir. Zübaiyə nə deyib? Onlar da deyib ki, heysu əhala. Bunlar mahal biliblər qudrətəhu, Allahın qüdrətini əla eyni məqduruna. Eyni mən hal-hazırda bir işi görmək istəyirəm. Eyni o işi Allah Taala həmin işə ki, hal-hazırda insan onu vücuda gətirir, həmin işə Allah Taala'nın qüdrəti təalluq tapa bilməz. Amma bu 4 dənə, 5 dənə nəzəriyyə vəl haqqu xilafu zalika kulli. Haqq budur ki, bunların xilafıdır ki, Allah Taala'nın qüdrəti ümumidir. Dəlil nədir? Və dəlil əla ma iddəinahu. Dəlil bu mətləbə ki, biz iddia etdik, Allah Taala'nın qüdrətinin ümumiyyəti vardır və bu 5 dənə nəzəriyyənin hamısı mərduddur. Dəlil bundan ibarətdir. Ənəhu qəd intəba. Yenə də ona diqqət edin. Biz burada isbat etmək istəyirik ki, Allah Taala'nın qüdrəti ümumiyyəti var. Amma hükamanın sözü nə üçün batildir? Sənəviyyənin sözü niyə batildir? Nəzzam ki, deyir Allah Taala'nın qəbihə qüdrəti yoxdur. Bu gərək öz yerində xüsusi olaraq bəhs olunsun ki, buna cavab verilsin. Amma biz hal-hazırda bu məqamdayıq ki, istəyirik isbat eləyək Allah Taala'nın qüdrətinin ümumiyyəti var. Qəbihə də şamil olur. Misli məqdurinə, eyni məqdurinə, ələşşər, ələl-qəbih hamısına şamil olur. Ənəhu qəd intəfəl mani bin nisbəti ilə zatihi və bin nisbəti iləl məqdur. Fəyəcibul mütəalluqul am. Buyurur ki, dəlil bu mətləbə ki, biz iddia elədik, dəlil budur. Mani müntəfidir. Həm Allah Taala'nın zatına nisbətdə, həm məqdura nisbətdə. Yəni nə maniyə var? Allah tərəfindən maniyə vardır ki, bütün şeylərə onun qüdrəti təalluq tapmasın. Heç bir maniyə yoxdur. Onlar ki, təsəvvür edir bu qəbihə Allah Taala'nın qüdrəti çatmaz. Onlar Allah Taala'nın necə deyirlər, qüdrətini düzgün təsəvvür edə bilmirlər. Allah tərəfindən, Allahın zatına nisbətdə heç bir maniyə yoxdur ki, Allah Taala'nın qüdrəti bütün varlıqlara şamil olsun. Və həmçinin məqdura da nisbətdə. Məqdur istəyir qəbih olsun, istəyir şərr olsun, istəyir böyük olsun, istəyir kiçik olsun, istəyir ağır olsun, istəyir yüngül olsun, fərq eləmir. Hamısı mümkündür. Əgər mümkündürsə, mümkün ilə imkan olduğu üçün, imkan ondan ayrılmadığı üçün onun illətə ehtiyacı var. Buyurur ki, ənəhu qəd intəfəl mani. Mani müntəfidir bin nisbəti ilə zatihi və bin nisbəti iləl məqdur. Fəyəcibul təalluqul am. Pəs ümumi surətdə Allah Taala'nın qüdrəti bütün varlıqlara təalluq tapır. Və əmma bəyanul əvvəl. Amma birinci mətləb ki, Allah Taala'nın zatına nisbətə heç bir maniyə yoxdur. Fəhuvə ennel muqtezili kuni təala qadiran huvə zatuhu. Biz ki deyirik ki, Allah Taala qadirdir. Onun qadirliyin iqtiza eləyən onun zatıdır. Allah Taala'nın zatı biz keçən dərsdə isbat elədik ki, gərək qadir olsun. Və nisbətuhu iləl cəmi'i mütəsaviyyətun. Allah Taala'nın da zatının nisbəti bütün varlıqlara nisbətdə bərabərdir. Niyə? Litəcərrüdüha. Çünki mücərrəddir. Fəyəkunu muqtəzaha eycə mütəsaviyun nisbə. Bəs mütəzafiyən nisbə. Bəs onun müqtəzası, yəni Allah Taala'nın nisbəti ki, bütün varlıqlara nisbətdə ələs-səviyyə oldu. Bunun laziməsi budur ki, nisbət bərabər olsun və huvəl mətlub. Bəs mətlub ilə budur ki, istəyirik ki, deyək ki, Allah Taala mücərrəd bir varlıqdır. Mücərrəd bir varlığında nisbəti bütün varlıqlara nisbətdə ələs-səviyyədir. Və əmməs-sani. Amma ikinci mətləb. Məqdura nisbətdə heç bir maniyə yoxdur. Niyə? Fəliyennəl muqtəzi likuni şey'i məqduran. O şey ki, səbəb olur bir şey məqdur olsun, huvə imkanuhu. O şeyin mümkün olmasıdır. Vəl imkan müştərakun beynəl kul. İmkan xüsusiyyəti bütün varlıqlar arasında müştərəkdir. İstəyir qəbih olsun, istəyir şərr olsun, istəyir böyük olsun, istəyir kiçik olsun. Bunların hamısı mümkündür. Mümkünlük baxımından müştərəkdir. Fəyəkun sifətül məqduriyyə icə müştərəkən. Bəs məqduriyyət sifəti də müştərək olacaq beynəl mümkün və huvəl mətlub. Bəs nə Allahın zatı tərəfindən maniyə vardır ki, onun qüdrəti am olsun, nə də mümkünat aləmi nisbətdə. Və izə intəfəl mani bin nisbəti iləl qadir və bin nisbəti iləl məqdur. Vaxtı ki, mani müntəfi oldu həm qadirə nisbətdə, həm məqdura nisbətdə vəcəbət təalluqul am və huvəl mətlub. Və ələmdə də bu əşarənin müqabilində bir sözü deyir. Bu ki, və ələmənəhu la yəlzəm min təalluqul vuqu'u bəlil vaqi'i bi qudrəti ta'ala huvəl bəs və imkanı qadirən ələl qul. Biz ki, dedik Allah Taala'nın qüdrəti bütün varlıqlara təalluq tapır. Bunun mənası belə bu deyil ki, bu həyata da keçir. Biz deyir ki, Allah Taala qadirdir şərr işlərə, qəbih işlərə, amma qəbih iş görməz. Və ələm bil ki, ənəhu la yəlzəmu minət təalluq.
Biz ki dedik Allah Taala'nın qüdrəti bütün varlıqlara təəlluq tapır. Bundan lazım gəlmir ki, həmin işdə baş versin. Bəli, vaqi bi qüdrəti Teala, bəlkə Allah Taala'nın qüdrəti ilə baş verən, həyata keçən huvəl bəziləridir. Əlbəttə və imkanə qadirən ələl kul. Bir halda ki, bütün varlıqlar, hətta qəbih işlərə də qüdrəti var, amma onu etmir. Amma vəl əşairə İttəfəqu fi ümumi təəlluq. Əşairə bu məsələdə bizdən ittifaq ediblər ki, Allah Taala'nın qüdrəti ümumiyyəti var. Bütün varlıqlar şamil olur. Amma vəddəu mə'hul vuku'a. Bunun kənarında iddia ediblər ki, Allah Taala nəyə qüdrəti təəlluq tapırsa, o həyata da keçir. Əlbəttə onun bəhsi gələcək, kəma səyyəti bəyanı zəlikə inşaallahu təala. Və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.